İmam Zaman əleyhissalamın Azərbaycanda olan nümayəndələrindən birinin adı da Qasim ibn Əladır. Adı Qasımdır. Tarixdə adını belə qeyd ediblər. Qasim ibn Əla Həmdani ya Həmədani Azərbaycani. Yəni Azərbaycanlıdır. Necə ki bizim fəxrimiz Lənkəranilər, Batqubeylər, Naxçıvanilər, Beyləqanilər, Səlyanilər, Boradıcahilər ümumi də olub Azərbaycani. İmam Zaman əleyhissalam Azərbaycanda səfiri olub və vəkili olub. İmam Zaman ağa ilə xüsusi sirlərin yazışıb bölüşüb. Aran yaxud da Ram bölgəsində yaşayıb. Araşdırmalar əsasən ya Zəncan ya da ki qardaşlardan biri araşdırmışdı. Beyləqan, Azərbaycanın Aran zonası ki var, Beyləqan, Ağcabədi o zonalarda yaşayıb. Çox pak adam olub. Böyük Azərbaycan alimlərindən, Xoy şəhərindən Əbülqasım Xoyi Seyyid Ayətullahül Üzman Müctəhid Mu'cəm-ü Ricalül Hədis kitabında onu gətirib haqqında danışıb və Şeyx Tusi, mən bəzi mənbələrim burada ondan danışıram. İmamın vəkili olub. Bir adamı vəkil seçsə İmam Zaman əleyhissalam, təsəvvür edin, birbaşa Azərbaycanda İmam Zaman əleyhissalam vəkili olub. Nəql edirlər, o İmam Zaman ağadan qabaq İmam Həsən Əskəri atasının vəkili olub. 5 imamın vəkili və hüzuruna gedib uzun ömür yaşayıb. 117 yaş eləyib. İmamlardan hədis nəql edib. Axırıncı vəkil, səfir, İmam Zaman ağanın səfiri Aran bölgəsində olub. İmamın ona məktubları gəlirdi. İmam üçün pul göndərirdi. Şiyələrə yardım eləyirdi. Əhl-i beyti sevənlərin əlindən tuturdu. Hətta İmam Zaman ağa ona gizli məktublar göndərirdi. O məktublarda kimin yolunu azdığını, gizli hansı işlər görməyini ona tapşırırdı. Bax, nə qədər imam ona etibar edib, bunu sir bölüşüb.